Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, tarixin dərin izlərinə baxanda, süzgəcdən keçiriləndə, Asiya torpaqlarında və Qafqazda, əsasən Azərbaycanın cənub bölgəsində kütləvi türk millətinin məhv etməsi ərəblərin bir nömrəli türklərə qarşı vəhşiliyi, qətliamı, soyqırımı olubdur. Cənub bölgəsində demək olar ki, türk millətini, yəni Oğuz türklərinə qarşı böyük qətliamdan sonra tarix o yerlərdə 3 dəfə dəyişdi və demək olar ki, yardımda böyük bir qətliamdan sonra yardımda təmiz Oğuz türkləri, indi məsələn türk boyları çoxdur orada, demək olar ki, əsasən Oğuz türklərinə qarşı ərəblərin qətliamı bir nömrəli türkçülüyümüzə qarşı idi. O cümlədən Rusların, Farsların, Ərəblərin, Yunanların xəritə çəkməsində əsasən Farsların böyük siyasəti olubdu türklərə qarşı. Halbuki türklərin gəlməsi, Sasanilərin belə deyək, ərəblərdən xilas etməsi, o cümlədən Farsların öz dilini, öz kitabını Farsların özünə qaytarıb verməsi ən böyük türklərin rolu olubdur. Yəni türklər olmasaydı Fars dili, Fars millətçiliyi yox idi. Yəni qaytarmışlar, qovmuşlar İtaliya, nə bilim Hindistana da göndərmişlər. Deməyim nədir? Yəni Hindistana qaytarmışlar. Onların bir qismi təzədən yenidən Tacikistana, Tacikistandan yenə də onları İngilislərin, Hindistanın öz siyasəti əsasında yerləşdirdi və maliyyələşdirdi. Demək olar ki, Rusların türk torpaqlarında ən böyük siyasəti türkçiliyi məhv etmək, türk ideologiyasını məhv etmək, yəni gələcəkdə türk milləti ilə, coğrafiyası ilə üz-üzə qalmasın deyə. Yəni burada dəyişikliklər böyük etdi, sürgünlər də etdi. Ruslar daha desək yardımdan da Qazaxstana çox yerlərə sürgün edir və o nəsildən kökdən qalanlar da var. Bugün sosial şəbəkələrdə araşdırsınız, yəqin ki onların vardı, üzə çıxar. Yardımın çox kəndlərindən eləcə sürgün edibdi. Rusların çirkin siyasəti nəticəsində, yəni bir sözlə türk olduğumuz üçün bizi orada didərgin salmağa çox çalışırdı. Əsasən Rusların siyasətinin nəticəsində yardımda ən böyük, yəni xəritənin cızılmasında, çəkilməsində Rusların təklifi ermənilər olub. Ermənilər xəritə cızıb. Yəni o tarixə baxanda, o coğrafiyaya baxanda orada müəyyən şeylər vardı ki, tarix 3-cü tarixdə orada